Salam dostlar, YouTube kanalındayıq. Sizi kanalıma abunə olmağa dəvət edirəm. Abunə olun ki, İlham Əliyev bizim səsimizi kəsə bilməsin. Kanalıma abunə olun ki, İlham Əliyev hesab eləməsin ki, bir nəfərin də səsi kəsildi. Çünki mənim TikTok hesabımı İlham Əliyev bağlayıb, kapatıb TikTok hesabımı. Və Azərbaycanda yayımı dayandırıb. YouTube'dayıq və hesab edirəm ki, biz sözümüzü hər bir yerdən, hər bir pəncərədən Azərbaycan xalqına çatdırmalıyıq. Çünki Azərbaycanda etiraz edən dinlər kəsilir. Azərbaycanda müstəqil media susturulur. Bugün 4 Azərbaycanın ən böyük, ən mütərəqqi və ən cəsarətli medialarının rəhbərləri, onların aparıcı jurnalistləri həbsdədir. Bu Meydan televiziyasıdır, Abzas mediadır, Toplum televiziyasıdır. Və bu bizim həmkarlarımız, bizim dostlarımız həbsxanalarda qəhrəmanlıq nümunələri göstərirlər. Abzas medianın xanım əməkdaşları həbsxanada baş verənlərlə bağlı silsilə araşdırma yazıları yazır. Eyni zamanda Akif Qurbanov, Toplum TV'nin rəhbəri bu günlərdə gəlirlərini göstərdi. Deklarasiya təqdim elədi Azərbaycan cəmiyyətinə, məhkəməyə və hər kəsə. İlk növbədə onu sübut elədi ki, ona qarşı qaldırılmış cinayət işi saxtadır. Və o heç bir vergi qaçaqmalcılığı, vergidən yayınmayıb, pul qaçaqmalcılığı eləməyib. Hər bir şey şəffafdır və bir daha o öz gəlirləri haqqında həbsxanadan sənəd təqdim elədi. Və eyni zamanda İlham Əliyevdən, İlham Əliyevin nazirlərindən, məmurlardan, Toplum TV'yə, Meydan TV'yə, Abzas mediaya qarşı cinayət işi qaldıran baş prokurorluqdan, baş prokurorluğun prokurorlarından, müstəntiqlərindən, hakimlərdən gəlirləri ilə bağlı, əmlakları ilə bağlı şəffaf hesabat verməsini tələb edir. İttiham edənlər ittiham olunurlar. Və mən sizi əmin edirəm ki, şərin yalanları, şərin zoru, şərin topu, tüfəngi xeyrin, həqiqətin, ədalətin doğruluğu qarşısında məğlub olacaqlar. Doğru olan tərəf xalqdır, bizik. Şər olan tərəf, böhtan atan tərəf İlham Əliyevdir. Bu həftə həm də, bu günlərdə həm də Azərbaycan qazı Almaniyaya da gəlib çatdı və İlham Əliyevin sözündən desək, Azərbaycan 16 Avropa ölkəsinə qaz satır. Azərbaycan 16 Avropa ölkəsinə qaz satdığı halda Azərbaycanın kəndlərində hələ də qaz yoxdur. Və biz Azərbaycanda evimizdə qaz əvəzinə hava yandırırıq və o borulara hava vurur. Biz qazı daha baha qiymət alırıq. Sual yaranır ki, Azərbaycan bu boyda qazı varmı 16 Avropa ölkəsinə satılsın? Xeyr, yoxdur. Və əminliklə sizə deyirəm ki, İlham Əliyev Rusiya qazını Azərbaycan qazı adıyla Avropaya satır. Elə buna görə də, belə faktlara görə də Avropalıların mütərəqqi hissəsi, demokrat olan hissəsi İlham Əliyevlə münasibətlərin kəsilməsini istəyir. Və bir qazeti Azərbaycandan alınan qazla bağlı maraqlı bir məqalə dərc edir. Məqalənin başlığı Putinin əvəzinə indi bu cani bizə qaz göndərir. Bu başlıqla gedir. Və İlham Əliyevi açıq şəkildə cani adlandırır. Və o başlıq tərcümədə təkcə cani deyil. Bir neçə versiyada səsləndirilə bilər. Bu versiyaların istənilən birini səsləndirsək, biz müəllifi tərif etmiş olmarıq. Məqalədə qeyd olunur ki, İlham Əliyev 92% səslə özünü prezident elan edir. Müxalifət, media susturulub, həbsə atılıb. Azərbaycan söz və mətbuat azadlığı reytingində sonuncu yerlərdən birini tutur. Siyasi məhbuslar, eyni zamanda insan haqları ilə bağlı dəhşətli problemlər var. Avropalılar Azərbaycan qazını istəmirlər. Ona görə yox ki, qaz bunlara lazımdır. Ona görə ki, Azərbaycan başında duran İlham Əliyevdir, diktatordur. Onu cani hesab edirlər. Onu şər hesab edirlər. Və Avropanın mütərəqqi hissəsi İlham Əliyevi şər hesab edir. Doğrudan da İlham Əliyev şərdir. Öz xeyri naminə, öz çıxarları naminə istənilən addım ata bilər. Vətənpərvərlikdən danışır, bizi, müxalifəti, jurnalistləri, erməniləri işləməkdə suçluyub,
Azərbaycan xalqına qarşı qətləm törədən, Azərbaycan xalqının övladlarını qətlə yetirən, Azərbaycan ərazi bütövlüyünə qəsb edən 4 canini, 4 erməni terrorçusunu azad edib. Onlardan biri Vaqif Xaçaturyandır. O Xocalı soyqırımında iştirak edib, Xocalı rayonu Meşəli kəndində insanların qətlə yetirilməsində və bir kəndin deportasiyasında cavabdehdir. Ona qarşı soyqırım və kütləvi köçürülmə deportasiya maddələrini cinayət işğalıdır. Bu maddələrlə ittiham olunan adamlar amnistiyaya düşə bilməzlər. Bu maddələrlə ittiham olunan adamlar əffə düşə bilməzlər. Qanun bunu qadağandır. Amma İlham Əliyev tutdu bunu buraxdı. Mən indi Ədliyyə Nazirinə sual verirəm. Vaqif Xaçaturyanla birlikdə digər 3 erməni hansı əsasla həbsxanadan buraxmısın? Həbsxanadan bir nəfərin çölə çıxması üçün sənəd lazımdır. Prezident əfv edir, amnistiyaya düşür, cəza müddəti başa çatır, yaxud da ki, barəsində məhkəmə hökmü var ki, həbsxanadan buraxılsın. Vaqif Xaçaturyan və digər 3 cani Azərbaycan həbsxanalarında necə azad oldu? Necə göndərilir? Bir sosial şəbəkələrdə Xocalı qatilinin 63 yaşını qeyd elədiyi göstərir. Bir qatil çıxıb həbsxanadan yalandan belə böyük kampaniya gedirdi ki, güya bu adam xəstədir, güya bu adam həyatı təhlükə qarşısındadır və çox maraqlıdır ki, Azərbaycan hakimiyyəti bu xəstə olmaq məsələsində qabardı. Güya özünü humanist kimi qəbul edir. Amma Azərbaycan ərazi bütövlüyü uğrunda canını fəda edən müxalifətçilər Tofiq Yaqublu, Ruslan İzzətli, Rıza Səfərsoy kimi Qarabağ qaziləri həbsxanadadır, saxta ittihamlarla. Heç bir cinayət törətmədiyi halda. Bu sadaladığım adamlar Azərbaycanı Vaqif Xaçaturyan kimi başqasənlərdən müdafiə ediblər. Başqasan azadlıqda vətən müdafiəçiləri isə saxta ittihamlarla həbsdədir. Və utanmadan da Zahid Oruc belə yekə-yekə danışır ki, bu erməni terrorçularının azadlığa buraxılmasını siyasi məhbuslarla əlaqələndirənlər güya Azərbaycan hökumətini gözdən salmaq istəyir. Nəyinizi gözdən salacaq? İnsanları az saxlayırsınız, insanlar işsizdir, insanlar məcburiyyət qarşısında Rusiya ordusunda muzla vuruşmaya gedir, döyüşməyə gedir, ölürlər. Və o gündə bir Azərbaycanlı Ukrayna ordusu tərəfindən əsir götürülür. Öz hekayəsini danışır. Öz hekayəsini danışır, necə gedib Rusiyaya, nəyə görə gedib Rusiyaya və nəyə görə o şeydə tutulub, əsir düşüb. Rusiya işləməyə gedib, Mariupola yük aparıb gediblər. Orada polis bunlara bir torba tikib, barələrində cinayət işi qaldırıb, deyiblər sizi deportasiya edəcək. Şantaj ediblər və məcbur olub Rusiya ordusunda xidmət eləmək. Düşüb, əsir düşüb. Ölkəyə qayıda bilmir geri. Rusiyaya qayıtsa yenidən müharibəyə göndərəcəklər. Və deyir ki, olmazmı ki, mən 3-cü ölkəyə gedim? İnsanlar öz vətənlərindən bezdiriblər adamlar. Bezdiriblər adamlar öz vətənlərindən. Didərgin salıblar hər kəsi. Bax, vəziyyət bundan ibarət. İlham Əliyevin hakimiyyəti yalnız insanları ac qoymaq, yalnız insanları işsiz qoymaq, yalnız insanları qazsız, işıqsız, təhsilsiz qoymaqdan ibarətdir. İlham Əliyev hakimiyyəti Azərbaycan xalqını seçilmək hüququndan məhrumdur. İlham Əliyev öz əbədi hakimiyyətini möhkəmləndirmək üçün bütün mənəvi dəyərlərə, bütün əxlaqi kriteriyalara tüpürüb, şahlığı, özünün əbədi hakimiyyətini təmin edir. Və Azərbaycanın əsas problemi məhz bu əbədi hakimiyyət məsələsindən qaynaqlanır. Və bu əbədi hakimiyyət arzusunun nəticəsidir ki, Dağlıq Qarabağ Azərbaycan xalqının qanı hesabına başa gəlir. Azərbaycan xalqı orada son müharibədə
3000 nəfər şəhid verib. Amma 3000 nəfərlə yekunlaşıb Qarabağ müharibəsi? Xeyr. 30 illik tarixi var Qarabağ müharibəsinin. Biz Qarabağın azad olunması, Azərbaycana qaytarılması, ərazi bütövlüyümüzün təmin olunması üçün 50 min nəfərdən yuxarı adam şəhid vermişik. Bu həm mülki, həm hərbiçilərdən ibarət. 88-ci ildən atəşkəs bu son müharibə, 2-ci Qarabağ müharibəsi qutarana qədər biz 50 mindən yuxarı itki vermişik. 10 minlərlə insan, 100 minlərlə insan bu müharibədən keçib, bu müharibədə iştirak edib. Bu adamların psixologiyası pozuldu. Bu adamların həyatı məhv oldu. Mən 5 il orduda xidmət etmişəm Qarabağa görə. 92-ci il, 97-ci illər ərzində. Mənim kimi minlərlə adam var. Balakəndən bir əskər yoldaşım vardı mənim, Eldar adında. 3 il Sovet ordusunda xidmət etmişdi, hərbi dəniz qüvvələrində. Evə gəldikdən sonra müharibə başlayıb. 5 ildə Azərbaycan ordusunda əskər kimi xidmət edir. 8 il xidmət edib bu adam. Və 80 manat veteran pulu alır. Bilirsiniz, veteran pulunu da məhkəmə ilə sübut elədi. Onun hərbi biletlə döyüşdə iştirak edildiğini yazmamışdı. Yazmaq istəmirdilər, rüşvət istəyirdi. Məhkəmə ilə bərpa olundu adamlar. Müharibədə iştirak etmək. Çoxlu sayda belə adamlar var. 50 min adam ona görə ölüb ki, Əliyevlər Qarabağı işğal eləsin. Əliyevlər Qarabağda aqroparklar tiksin, otellər açsın. Nə bilim, o gün Ağdərədə mis zavodunun, filiz zavodunun açılışında olub. Onun özünün şəxsi zavodudur. Təkcə yararlı torpaq sahələrini zəbt eləməyib İlham Əliyev. İlham Əliyev bütün Azərbaycanda olan faydalı metallar, faydalı yataqları ələ keçirir. Qızıl da buna baxır, mis də buna baxır, dəmir də buna baxır, alüminium da buna baxır. Ölkənin mədən sənayesini, neft, qaz sənayesi kimi tam olaraq əlində cəmləşdirir. Bütün zavodlar, bütün fabriklər mədən sənayesi ilə bağlı olan İlham Əliyevin şirkətləridir. Tək faydalı, qiymətli metal yataqlarımı, yalnız mis, dəmir, alüminium yataqlarımı. Xeyr. İlham Əliyev Azərbaycanda olan tikinti materialları yataqlarından da əl çəkib. Bu, çaylarda olan qum çınqıl yataqlarından tutmuş, bu sement, daş yataqları, mərmər yataqları, digər tikinti materiallarına aidiyyatı olan bütün yataqlarına aid. Və hamısı İlham Əliyevə məxsus. İlham Əliyevin ailəsinə məxsus. Bu ilin 1-ci ayını yekunlaşdırılır. Bu ay artıq 10 gündən sonra bu ay 2026-cı ilin 1-ci ayından vidalaşacaq və 11 ay qalacaq. Və bir də gözümüzü açıq verəcəyik ki, artıq 2027-ci ildəyik və İlham Əliyev dəyişilmir. Çünki biz xalq olaraq dəyişilməkdən ötürü heç nə eləmirik. Biz heç nə etmədikcə İlham Əliyev daha da azğınlaşır. Daha da vəhşiləşir. Daha çox adamı həbs etməklə hədəliyir. Daha çox insanlara zülm verməklə. Nə amnistiya aktında, nə də sonraki yeni ildə siyasi məhbuslarla bağlı, şərliyib həbs etdiyi adamlarla bağlı heç bir müsbət qərar vermədi. Və necə demişdiksə amnistiya ilə bağlı elə də oldu. 5000 nəfər güya həbsxanadan azad olunacaq. O 5000 nəfərin 4000 nəfərindən yuxarısı cəzasının bitməsinə 3 ay, 2 ay qalmış adamlardır. İlham Əliyev yalancıdır. Atası da yalancı idi. Və onun amnistiya aktı da yalancı oldu. Ötən il 9 xanım jurnalist həbsxanada keçirdi. Və indi də bu xanım jurnalistlər həbsdədir. Onlar ona görə həbsdədilər ki, Azərbaycan xalqının problemlərini yazıblar. Onlar ona görə həbsdədilər ki, İlham Əliyevin oğurluqlarından, korrupsiyasından yazıblar. Və biz xalq olaraq bu adamları müdafiə etməliyik. Cəsarətli olmalıyıq və özünü toparlanmalıyıq xalq olaraq. Onsuz da ölkədə gənclər qalmayıb. Çox sayda Azərbaycan gənci
Rusiya müharibəsində həlak oldu, Rusiya ordusu sıralarında. Və bir çoxunun adı belə çəkilmir, mediaya çıxmır. Birincisi, bu mediaya çıxmağı hökumət istəmir ki, mediaya çıxsın. İkincisi, ailələr istəmir. Çünki Azərbaycan xalqı Rusiyada ölən adamlara qarşı çox sərt ifadələrdən istifadə edirlər. Çünki Rusiya ordusunda xidmət etmək ayıbdır da orada. Mən bunu yumuşaq deyim. Yəni, hər birinizi kanalıma abunə olmağa dəvət edirəm. Ona görə istəyirəm ki, daha çox adam səsimizi eşitsin, sizin problemlərinizi eşitsin. Eyni zamanda problemlərinizlə bağlı yazın. Məktub yazın. Bu videoların altına şərh yazın və yaxud da əlaqə saxlamaq üçün vasitə istəyin. Sağ olun.